Şərtdə bizdən A, B cəmini tapmağımız istənilir. Dostlar, bizə maraqlı bir misal verilib. B ilə A-nı toplayanda 5 eləyib, sonra A ilə B-ni toplayanda 6 eləyib. Belə bir şey mümkündür? Əlbəttə ki, deyil. Çünki biz bilirik ki, toplananların yerini dəyişəndə cəm dəyişməməlidir. B ilə A-nın cəmi nəyə bərabərdirsə, A ilə B-nin də cəmi ona bərabər olmalıdır. Deməli, burada nəsə bir şey var və biz onu tapmalıyıq. Nə fikirləşirsiniz? B ilə A-nın cəmi 5-ə yox, əgər 15-ə bərabər olsa, 5 yazıb 1 yadda saxlamalıyıq, düzdür? Daha sonra A ilə B-nin cəmi də 5-ə bərabər olacaq və yadda saxladığımız 1 də üstünə gələndə 6 eləyəcək. Sən demə B ilə A-nın cəmi 15 imiş, 5 deyilmiş. Biz artıq tapdıq. Şərtdə də bizdən elə A, B cəmini tapmağımız istənilir. A ilə B-nin cəmi oldu 15. B variantı doğru cavabdır. Birinci sətirdə birinci və ikinci fiqurları üst-üstə gələndə üçüncü fiquru almışıq, düzdür? Birinci fiqurdakı dairə görürük hardadır və ikinci fiqurdakını da görürük. Onları toplayanda üçüncü şəkil alınıb. Deməli, ikinci sətirdə də birinci ilə ikincini toplayanda üçüncü alınmalıdır. Birinci üçbucaq aparaq yerinə çəkək və ikinci üçbucaq bunu da aparaq yerinə çəkək. Hansı şəkil aldıq? C variantındakı şəkli. Cavabımız oldu C variantında. Dostlar, 1 ilə 1 yanaşı 11 ədədini əmələ gətirir. 11-in 2 qatı 22-yə bərabərdir. Aşağıda da 22 yazılıb. 1 ilə 2 yanaşı 12 ədədini əmələ gətirir. 12-nin 2 qatı 24-ə bərabərdir. Aşağıda 24 yazılıb. 1 ilə 3, 13. 13-ün 2 qatı 26 eləyir. Aşağıda da 26 yazıb. İndi biz hansı ədədin 2 qatını hesablayanda 28-ə bərabərdir? Bunu tapmaq üçün 28-i 2-yə bölməliyik, düzdür? 28-i 2-yə böləndə eləyir 14. Deməli, verilmiş ədədimiz 14 olmalıdır. Onun 14 ədədinin rəqəmləri nələrdir? 1 və 4. Deməli, birinə 1 yazmalıyıq, birinə 4 yazmalıyıq. A variantı doğru cavabdır. 3, 8, 11. Nə qanuna uyğunluq görürsünüz? 3 ilə 8-in cəmi 11-ə bərabərdir. 11, 12, 23. 11 ilə 12-nin cəmi 23-ə bərabərdir. 12, 21. Sual işarəsinin yerində nə olmalıdır? 12 ilə 21-in cəmi. Gəlin alt-alta toplayaq. 2 ilə 1-in cəmi 3. 1 ilə 2-nin cəmi 3. Cavabımız oldu 33. B variantı doğru cavabdır. Onun rəqəmlərinin cəmi, yəni 1 üstəgəl 0, 1 eləyir. 110-un rəqəmlərinin cəmi, yəni 1 üstəgəl 1 üstəgəl 0, 2 eləyir. 21-in rəqəmlərinin cəmi 2 üstəgəl 1, 3-ə bərabərdir. 112-in rəqəmlərinin cəmi 1 üstəgəl 1 üstəgəl 2, 4-ə bərabərdir. 510-un rəqəmlərinin cəmi neçədir? 5 üstəgəl 1 üstəgəl 0, yəni 6. A variantı doğru cavabdır. 4-dən 5-ə 1 vahid artım var. 5-dən 7-yə 2 vahid. 7-dən 10-a 3 vahid. 10-dan 14-ə 4 vahid. 14-dən 19-a 5 vahid. Hansı qanuna uyğunluğu görürsünüz? 1, 2, 3, 4, 5. Deməli, növbəti artım olmalıdır 6 vahid. 19 üstə gəlsin 6. 9 ilə 6-nı cəmi edir 15, 5 yazıram 1 yadda. 1, üstünə də 1 yaddan gəldi, mənədir 2, 25. Sual işarəsinin yerində olmalıdır 25. B variantı doğru cavabdır. 2 ilə 6-nın arasında hansı əlaqəni görürəm? 2-ni 3-ə vuranda eləyər 6. 3 ilə 9-un arasında da 3-ü 3-ə vuranda eləyər 9. Deməli, 4-ü 3-ə vuranda da sual işarəsinin yerinə uyğun gələn ədəd almalıyam. 4-ü 3-ə vuranda eləyir 12. Cavabımız oldu B variantında. Əli sözü 1, 2, 3. 3 hərflidir, qarşısında da 3 yazılıb. Kamran sözü 1, 2, 3, 4, 5, 6. 6 hərflidir, qarşısında 6 yazılıb. Mehriban sözü 1, 2, 3, 4, 5, 6, 7, 8. 8 hərflidir, qarşısında 8 yazılıb. Deməli, Arif sözü neçə hərflidirsə, qarşısında da o ədəd yazılmalıdır. 1, 2, 3, 4. 4 hərf var. Qarşısında 4 yazılmalıdır. C variantı doğru cavabdır.
Doğum günləri 10 mayda olan Lalənin 5, Nərgizin 6 yaşı var. Lalənin 7 yaşı olanda Nərgizin neçə yaşı olar? Deməli, Nərgiz ilə Lalənin arasında tam 1 il fərq var, düzdür? Çünki 5 yaş, 6 yaş, 1 il fərq var və doğum günləri də eyni gündədirsə, deməli, ay fərqi yoxdur. Ancaq 1 il fərq var. Deməli, Lalənin 5 yaşı olanda Nərgizin var idi. Neçə yaşı? 6. İndi şərtdə bizə deyir ki, Lalənin 7 yaşı olanda, Lalənin 7 yaşı nə vaxt olacaq? 2 il sonra. Nərgizin neçə yaşı olar? Nərgizin 2 il sonra neçə yaşı olacaq? 8. Cavabımız oldu B variantında. Saat 08:00 günün hansı hissəsidir? Dostlar, saat 8 səhərə düşür. Səhər saatıdır. A variantı doğru cavabdır.